Salam dəyərli izləyicilər, mən bugün sizinlə kimya lim test toplusu birinci hissədən kimyanın ilk anlayışlarından 22-ci, daha sonra 58-ci və 89-cu testlərin izahını paylaşacağam. Gəlin 22-ci sualla başlayaq. 2 valentli metalın bromid duzunun nisbi molekul kütləsi həmin metalın nisbi atom kütləsindən 5 dəfə çoxdursa metalın nisbi atom kütləsini müəyyən edin. Burada bizə bromun atom kütləsi də qeyd olunur. Deməli, baxaq. Bizə deyir ki, 2 valentli metal. Metalı yazıram. Sadəcə onun 2 valentli olduğunu bilirəm. Amma hansı metal olduğunu bilmədiyim üçün X ilə işarə edirəm. Daha sonra bromid duzunun deyir. Gəlin bromid duzunun formulunu təyin edək. Bizim metalımız 2 valentlidir. Brom isə yəni duzların tərkibində əsasən 1 valentlik göstərir və biz valentliyə görə formul təyin edə bilirik çarpaz üsulla. Bu üsulla görə X-in indeksinə 1 düşəcək, onu qeyd etməyə ehtiyac yoxdur. Bromun indeksinə isə 2. Yəni bizim duzumuzun formulu bu şəkildə olacaq. Daha sonra deyir ki, bromid duzunun nisbi molekul kütləsi. Gəlin nisbi molekul kütləsini hesablayaq. Emir, X brom, X plus, deməli 80-dir, düzdür, bromun atom kütləsi. 80-i də 2-yə vurmalıyam, çünki indeksində 2 var. Bərabər olacaq X plus 160-a. Deyir ki, deməli, bu duzun nisbi molekul kütləsi, yəni X plus 160, metalın nisbi atom kütləsindən 5 dəfə çoxdur. Metalın nisbi atom kütləsi neçədir? Bilmirəm, X-la işarə eləyirəm. Bərabərdir 5. 5 dəfə çoxdur dediyinə görə 5-ə bərabər eləyirəm də. Düzdür, artıq bu hissə riyazi hissədir. Ümid edirəm ki, bu hissəni tamam şəkildə aydın başa düşürsünüz. Daha sonra buradan deməli tənliyi həll edirəm. 4x bərabər olur 160-a. Mən birbaşa əldə etdim. X bərabərdir 40 olur. Deməli bizdən də metalın nisbi atom kütləsini istəmişdi. X 40-a bərabər oldu. Daha sonra bizdən deməli növbəti testimizə keçək. 58-ci test. Burada bizdən soruşur, hansı maddələrin 10 dərəcə Selsidən 60 dərəcə Selsiyədək temperatur intervalında aqreqat halı dəyişmir. Bunun üçün mən düşünürəm ki, ən belə deyək, rahat yollardan biri bunu ədəd oxu üzərində göstərməkdir. Tutaq ki, bu bizim belə deyək də X maddəmizdir və burada şərtdə verilən dərəcələri qeyd edirəm. 10 dərəcə Selsi, deyək ki, buradadır. Daha sonra 60 dərəcə Selsi buradadır. Və mənə deyir ki, həmin bu intervalda aqreqat hal dəyişməsin. Yəni, X maddəsinin, tutaq ki, burada temperaturları neçə qeyd olunur? Müsbət 40-dır. Deyək ki, müsbət 40 bura düşəcək. Müsbət 152-də də təbii ki, 60 dərəcədən sonra qeyd edə bilərik. Müsbət 152-də deyək ki, bu hissədə. Və baxıram ki, müsbət 10 dərəcə Selsidə bu maddə əgər X maddəsi müsbət 40 dərəcə Selsidə əriyirsə, deməli müsbət 10 dərəcədə bu maddə hansı aqreqat halında olur? Burada artıq əriyir, maye aqreqat halı keçir 40 dərəcədən sonra. Bundan əvvəl deməli bərk aqreqat halda olub da, düzdür. Daha sonra 60 dərəcə Selsidə də mayedir. Görürəm ki, aqreqat hal bu intervalda dəyişdi. Mənə isə deyir, dəyişməsin. Deməli X deyil bizim cavabımız. Daha sonra Y maddəsinə baxaq. Deyək ki, bu bizim Y maddəmizdir. Yenə də şərtdə verilən dərəcələri qeyd edəcəm. Daha sonra Y maddəsinin öz ərimə və qaynama temperaturlarını qeyd edək. Deməli, ərimə temperaturu müsbət 5-dir. Müsbət 5-dir. Bu hissəyə düşəcək. Daha sonra qaynama temperaturu isə müsbət 230 dərəcə Selsidir. Bu maddənin, deməli, maddə burada 5 dərəcə Selsidən bu tərəfə maye aqreqat haldadır, düzdür. Çünki əriyir də. 5-dən bu tərəf göstərsəydilər, məsələn, müsbət 4 desəydilər, 3, bu hissəni soruşsaydılar bizdən, biz deyərdik ki, bərk aqreqat haldadır. Amma burada bizdə artıq müsbət 5-dən bu müsbət 10 intervalına gələndə maye aqreqat halda olduğunu görürük. Gəlir burada 60 dərəcə heç bir dəyişiklik baş vermir. Çünki hələ bunun qaynama temperaturu müsbət 230-dur. Müsbət 230-dan sonraki intervalda o qaz aqreqat halına keçəcək. Və mən bu intervalda görürəm ki, aqreqat halı yəni dəyişmir. Maddənin aqreqat halı dəyişmir, mənə də elə dəyişməməsi lazımdır. Ona görə Y-i götürürəm. Daha sonra Z maddəsinə baxaq. Bu deyək ki, bizim Z maddəmizdir. Yenə də şərtdə verilən dərəcələri qeyd edirəm. Daha sonra maddənin özünün ərimə qaynama temperaturunu qeyd edirəm. Deyək ki, -10 dərəcə Selsi buradır. Müsbət 80 isə 60-dan sonraki intervala düşəcək. Deməli belə. Daha sonra nə edirik? -10 dərəcə Selsidə əgər bu maddə
əriməyə başlayırsa, mənfi ondan sonraki intervalda maddənin aqreqat halı maye olacaq ta ki müsbət 80-ə kimi. Bu intervala qədər maye olacaq. Müsbət 80-dən sonraki intervalda isə artıq maddə qaz aqreqat halında olacaq. Ona görə müsbət 10 dərəcə Selsidə, müsbət 60 dərəcə Selsidə də maddəmiz maye aqreqat halındadır. Deməli, nə baş verdi? Dəyişilmə baş verdi. Aqreqat halının dəyişilməsi baş verdi. Xeyr, müsbət 10, müsbət 60 dərəcə Selsidə aqreqat halda dəyişmə baş vermədi. Deməli, bizə Z də lazım olacaq. Cavabımız da olacaq Y, Z, C variantı. Daha sonra 89-cu suala baxaq. Bu da maraqlı suallardan biridir. Bizə həll edicilər verilib. Deməli, su, spirt, efir. Daha sonra maddələr verilib. X, Y, Z maddələri. Mənə şərtdə deyir ki, X, Y və Z maddələrindən ibarət qarışıqdan bu maddələri ayırmaq üçün həll edicilərdən hansı ardıcıllıqla istifadə etmək lazımdır? Biz ardıcıllığı qoruyub saxlamaq üçün maddələri belə deyək də bir-bir həll edib çıxartmalıyıq. Əgər bu ardıcılıq, məsələn, iki maddə birdən həll olsa, yəni bir həll edici iki maddəni birdən həll edib çıxartsa məhluldan, onda nə olacaq? Ardıcıllığın pozulacaq, yəni bu düzgün olmur. Ona görə də gəlin baxaq. Məsələn, tutaq ki, birinci suyu götürürəm. Burada görürəm ki, su Y-i də həll edir, Z-i də həll edir. İki dənə maddəni birdən həll edib çıxardır. Mən bunu götürsəm, bu düzgün sayılmayacaq. Mənə sıra lazımdır, ardıcıllıq lazımdır. Ona görə suyu götürmürəm birinci. Sonra baxıram spirtə. Spirt görürəm ki, təkcə X maddəsini həll edib. Ona görə də spirti götürə bilərəm. Spirt deməli nədir? Gəldi, X maddəsini həll etdi. Düzdür. Birinci spirti götürdüm. Bir tərəfdə qeyd edirik ki, unutmayaq. Daha sonra baxıram ki, yenə bir dənə maddə. Məsələn üçün, suyu yenə götürsəm növbəti dəfə. Görəcəm ki, yenə Y-Z həll elədi. Mənə lazımdır ki, sırayla, ardıcıllıqla həll olsun maddələr. Ona görə mən yenə suyu götürə bilmərəm. Daha sonra baxıram efirə. Efir görürəm ki, tək Y-i həll edir. Z-i həll etmir. Mənə lazımdır ki, ardıcıllıq qorunub saxlansın və efir bunu edir. Yəni, efiri götürürəm. Daha sonra efirdə Y maddəsi həll olur. Yerdə bir dənə qalır nə? Su. Növbəti deməli nə oldu? Efir oldu. Ən sona qaldı su. Cavabımız olacaq spirt, efir, su. A variantı. Məni dinlədiyiniz üçün təşəkkür edirəm. Ümid edirəm ki, video faydalı oldu. Bəyəndinizsə videomu bəyənməyi və kanalıma abunə olmağı unutmayın.